Deməli, Alper, birinci sənin güvəndən olan suallarına baxırıq. Güvəndən deyibsən 14-cü sual. Deyir ki, x bərabər 3,3-də 1 vuraq 1,5 olduqda bu ifadənin qiymətini tapaq. Bu ifadənin qiymətini tapan zaman adi formada hesablama ilə başlayırıq. Və burada bu x-in yerinə gətirib buradakı qiyməti yazacağıq. Bunun üçün də gəlin dağ lövhə açaq elə oradan yazaq. Deməli, 4 tam 5-də 2. Deyir burada x. X nəyə bərabərdir? Bax bu hissəyə. Onda mən burada x-in yerinə elə olduğu kimi o ifadənin özünü yazıram. 3 tam 3-də 1 vuraq 1 tam 10-da 5. Bu hissə məndə x ifadə eləyir. Və bunun üzərinə əlavə et deyir. 7 tam 3-də 2 çıx 2 tam 2-də 1. Adi formada başlayıram bunu hesablamağa. Hesablayan zaman deməli, əgər ki belə qarışıq gəlirsə, elə hamısını açıq formada yazılışını aparacağam ki, sənə aydın olsun. Deməli, 5-i olduğu kimi aşağıda yazıram. Bunu düzgün olmayan kəsrə çevirdikdə verir mənə yuxarıda 22 vuraq. Aşağıda burada nə verir? 3, yuxarıda verir 10 və vuraq nə? 1,5. Bunu da çevirdikdə elə 10-da 15 alınır. Üzərinə əlavə edirik nəyi? Deməli, bunu da elə gəl çevirək sənin üçün daha rahat olsun. 7-ni vurduqda 3-ə verdir mənə 21. Üzərinə 2 əlavə etdim. Burada verdi mənə 23. Çıxaq. Burada nə verir mənə? 2-də 5. Baxaq hər şey düz yazdıq mı? Bəli. Deməli, başlayıram burada elə hasil hissədə ixtisarları aparmağa. Bu ondan, bu 10 ixtisar getdi. 5 ilə 3-ü bir-birinə vurduqda 15 verir və yaxud da elə 15 ilə ixtisar apardıqda 5 ilə 5-i 15-i ixtisar apardıqda burada qalır 3, həmin 3 bununla ixtisar gedir. Bunlar da bir-birinə ixtisar aparmış olur. Və burada yuxarıda nə qalmış olur? Sadəcə 22. Aşağıda da 1 olduğuna görə 22 bölək 1 elə mənə 22 tamı vermiş olur. İndi bunun üzərinə əlavə et deyir. 3-də 23-ü və çıxaq 2-də 5-i. Bu hissəni də gəl ayrıca hesablayaq. Deməli, bu kəsir hissəni ayrıca hesablasaq, kəsir hissəni ayrıca hesablasaq. Deməli, 3 ilə 2 ortaq məxrəci 6. Burada verir mənə 46 çıxaq. 3 ilə 2 ortaq məxrəci 6 götürmüşdük. 6-nı 2-yə böldüm 3. 3-ü 5-ə vurdum. Verdi mənə 15. Verdi mənə nə? 6-da 46-dan 15 çıxıram. Verir mənə 31-i. Bunu da mən tama çevirmək istəsəm 5 tam 6-da 1 qiymətini verir. Demək ki, burada nə alınır? 22 üstə gələk 5 tam 6-da 1. Yəni bu hissənin qiyməti verdi mənə 5 tam 6-da 1-i. Və bunları da toplasaq verir bizə tamlar 1 toplanır, verir bizə 27 tamı 6-da 1-də olduğu kimi yanında qalır. Bu da verir bizə düzgün cavabı B variantı. İndi isə keçək növbəti sualına. Deməli 50-ci sual deyibsən bir də. 50-ci sualda deyir ortaq vuruğu mötərizə xaricinə çıxardıq. Ortaq vuruğu mötərizə xaricinə çıxardan zaman mən baxıram burada 16 AB, burada 20 AC-dir. Mən burada 16 ilə 20-yə ortaq nə götürə bilərəm? Elə 4-ü götürə bilərəm. İndi birinci hissəni parçalayaq. 16 AB-ni mən 4 vuraq 4 vuraq, A vuraq, B şəklində yaza bilərəmmi? Bəli. 4 ilə 4-ün hasili yenə mənə 16 AB-ni verir. Yəni bunlar vurmalardır bu arada. Yəqin ki, bunu deməyə ehtiyac yoxdur artıq. 20-ni bəs necə yaza bilərəm? 4 vuraq 5 şəklində parçalaya bilərəmmi? Və A vuraq C-si də yanında. İndi hər ikisində ortaq olan nədir? 4 və A, 4 və A. Deməli, mən 4 vuraq A-nı çıxardıram mötərizə xaricinə. Burada nə qalır? 4 və B qalır. 4 vuraq B yazıram. Çıxaq burada nə qalır? 5C. Burada da 5 vuraq C. Bu da baxıram variantlarımda hardadır? Elə A variantındadır. Bir də MHM-dən olan suallarına baxaq deməli sənin. MHM-dən deyibsən ki, əvvəlcə 830. Deməli, yeşiyin 5-də 1 hissəsi meyvə ilə dolu olduqda, yəni lövhəmizi açaq, yan tərəfdən başlayaq yazmağa. Deyir ki, yeşiyin 5-dən 1 hissəsi dolu olduqda 13 kiloqram. 5-də 1 hissəsi dolu olduqda 13 kiloqram olmuş olur. 7-də 3 hissəsi dolu olduqda isə
21 kiloqram olmuş olur. İndi mən bu hissələri bir-birinə bərabərləşdirmək istəyirəm. Hər ikisinə ortaq məxrəc götürsəm, 5 ilə 7-yə ortaq məxrəcinə alınır 35. İndi mən baxıram 5-dən biri 13-dür. Bəs 35-də neçəyə bərabərdir bu 5-də 1? 35-i bölürəm 5-ə 7, 7-ni vurdum 1-ə 7. Deməli 35-də 7 hissəsi 13 kiloqramdır. Bəs 21 kiloqram hansı hissədir? Yenə məxrəci 35 etmişdik. 35-i 7-yə böldükdə 5, 5-i 3-ə vurduqda 15. Deməli mənim 35-dən 15 payım, 35 hissədən 15 hissəm 21-ə, 35-dən 7 hissəm isə 13-ə bərabərdir. İndi gəl bunların fərqinə baxaq. 35-də mən 15-dən çıxsam, 35-də 7-ni mənə nə verir? 35-də 8-i. Ortaq məxrəc olduğuna görə. Və bu 35-də 8 həm də bu kiloların fərqidir. Elə gəl burada 21-dən də 13-ü çıxaq. Yəni burada hissədən hissəni, kilodan kilonu çıxırıq ki, biz orada hissəyə uyğun kilonu tapa bilək. Və 21-dən də 13 çıxdıqda verir mənə nə? 8. Deməli bu 35-də 8, yəni mənim bu fərqim elə fərq olaraq kilo olaraq 8 kiloqrama bərabərdir. Yəni 35-də 8 bərabərdir 8 kiloqrama. Mən onda buradan nə görürəm? Əgər mənim 8 hissəm, 8 payım 8 kiloqramdırsa, onda mənim elə 35-dən bir hissəm də 1 kiloqram olmuş olurmu? Bəli. Mənə nə deyir indi? Yeşik dolu olanda onun kütləsi neçə olur? Və bu hesaba uyğun mən indi baxıram ki, bu mənim hesabladıqlarım nə idi? Mənim ümumi kütləmi idi də, mənim məhsulumun miqdarı idi. Mən məhsul miqdarı üzərindən getdim. Yəni bu hesablamalar, bu 13 kiloqram, 21 kiloqram yeşiklə birlikdə olan kütlə idi. Amma mən burada 35-də 15-dən, 35-də 7-ni çıxmaqla məhsulun kiloqram fərqini tapmış oldum və 21-də 13 çıxanda da yenə məhsulun kiloqram fərqini tapmış oldum. Burada artıq mən yeşiyin kütləsini yoxa çıxartdım. Yəni bir-birindən çıxaraq iki tərəfi yeşiyin kütləsi yoxa çıxdı artıq burada. Yəni bu hesablamada nəzərə alınmadı. Burada sırf mən məhsulun 35-dən 8 hissəsinin elə 8 kiloqrama, məhsulun elə 35-dən bir hissəsinin 1 kiloqrama bərabər olduğunu tapdım. İndi buna uyğun olaraq mən bunu əsas götürərək yeşiyin kütləsini tapacağam. Necə tapıram kütləsini bəs? Əgər mənim 35-dən birim 1 kiloqramdırsa, onda elə mənim baxıram ki, məhsulumun 35-dən 7 hissəsi də bu zaman 7 kiloqram verirmi mənə? Demək ki, 7 kiloqram məhsuldur burada. Amma mənə nə verib ümumilikdə? Deyir ki, 35-də 7-si məhsulla dolu olanda ümumi kütlə 13 kiloqramdır. Bu 13 kiloqramın 7 kilosu məndə məhsuldur. Bəs nə qədər yeşiyə qalır? Onda mən 13-dən çıxıram 7-ni, tapıram 6-nı. Deməli, mənim yeşiyimin kütləsi 6 kiloqramdır. Mənim yeşiyimin kütləsi olduğu 6 kiloqram. Məndən nə istəyir? Yeşik dolu olanda onun kütləsini. Baxıram, yeşik tam dolu olmaq demək, 35 payın hamısı dolu olmaq deməkdir. Bu da verir mənə 35 kiloqram meyvə. Və bundan əlavə mən bilirəm ki, bir də yeşiyimin kütləsi var. Yeşiyimin kütləsi bəs nə qədər idi tapdım? 6 kiloqram. 35 ilə də 6 kiloqramı topladıqda ümumi mənə kütləni 41 kiloqram vermiş olur. Yəni burada bizim düzgün cavabımız buna uyğun olur. Y variantı. Sonra deməli neçənci sual deyibsən? Deməli 839-u deyibsən. Tamam, baxaq. Elə bu da bunun altındaymış. Keçdik 839-a. Deyir qabda müəyyən qədər su var. Bu qaba 200 litr əlavə etsək, qabın yarısı dolmuş olar. Bu qaba 450 litr əlavə etsək, qabın 16-da 3 hissəsi boş qalar. Əvvəlcə neçə litr su var idi? Deməli, mən bilmirəm, mənim əvvəlcə qabımda nə qədər olubdu. Götürürəm x qədər su. Bunun deyir üzərinə 200 litr əlavə etsək, bunun yarısı dolu olar. Yəni 2-də 1 hissəsi dolu olmuş olacaq. Əgər ki deyir, həmin bu x-in üzərinə biz 450 əlavə etsəydik, onda 16-da 3-ü boş olar.
Əgər 16-da 3'ü boş olursa, onda nə qədəri dolu olmuş olur? 16-da 13 demək ki. Deməli, mən 450 litr əlavə etdikdə 16-da 13'ü dolu olmuş olur. İndi burada mən yenə ortaq məxrəc aparmağa çalışıram. 2-də 1'i məxrəci 16 olan kəsirə gətirsəm, verir mənə 16-da 8'i. İndi mən buradakı fərqə nəyə baxıram? Mən burada tərəf-tərəfə əgər ki çıxsam, yəni bu tənlikdən, aşağıdakı tənlikdən yuxarıdakı qiymətləri çıxsam, 16-da 5'in neçəyə bərabər olduğunu taparam. Yəni bu 450 ilə 250 arasındakı fərq mənə nə verir? 250 litri, düzdürmü? 16-da 13'dən də 16-da 8'i çıxdıqda verir mənə 16-da 5, 13'dən 8 çıxıram 5. Yəni mənim 16-dan 5 payım, 16 hissəmdən 5 hissəmin miqdarı 250 litr suya bərabərdir. Onda bəs bir dənə hissəm nəyə bərabərdir? Bu 250-ni mən 5'ə bölsəm, tapıram 16'dan bir hissəmin 50 litr olduğunu. Deməli, mənim 16'dan bir hissə suyum 50 litrə bərabərdir. İndi mənə deyir ki, qabda əvvəlcə neçə litr su var idi? Əgər mənim 16'da birim 50 litr idisə, mən bunun yuxarıdakı tənliyi əsas götürərək gedirəm. Yarısı olduqda 16'nın yarısı, yəni 16'da 8 olanda neçə litr olacağını tapıram. 50'ni vururam bunun üçün 8'ə, 400 litr tapıram. Deməli, mənim qabımın yarısı dolu olduqda 400 litr su olmalıdır. Bəs bu hansı halda baş veribdi? Üzərinə 200 litr su əlavə olunduqda. Deməli, mən bu 400'dən əlavə olunan bu 200'ü çıxsam, qabda olan əvvəlki suyun miqdarının 200 litr olduğunu tapıram. Əvvəlcə qabda 200 var imiş, 200 də tökmüşəm, olub 400 litr və bu 400 litr də mənim qabımın yarısını doldurubdu. Ona görə düzgün cavabımız burada olur. Y variantı 200. Və bir də 843-cü sual deyibsən. Deməli, yenə eyni tipdə məsələdir. Deməli, burada nə edirik? Aha. Deyir 3'dən bir hissəsi boş ikən. 3'də bir hissəsi boş olanda nə qədər dolu olur? 3'də ikisi düzdürmü? 3'dən bir hissəsi boş olması demək, yəni 3'dən 2 hissəsinin dolu olduğunu deyir. Bu bərabər də deyir 24 kiloqrama. 5'dən bir hissəsi dolu ikən deyir 10 kiloqrama bərabərdir. 5'də 1 bərabərdir 10 kiloqram. İndi buna uyğun yenə bayaqki kimi ortaq məxrəc etsəm. 3'də 2 ilə 5'də 1-ə ortaq məxrəc 15. 15'i 3'ə bölsəm 5, 2'yə vursam 10. 15'i 5'ə bölsəm 3, 1'ə vursam 3. Deməli, məndə alındı ki, 15'də 10 və 15'də 3. İndi yenə mən 15'də 10-dan çıxıram 15'də 3'ü və məhsul fərqini baxmış oluram. Çünki bu ölçülərdə yeşiyin kütləsi də ora daxildir. Yəni necə bayaq ki, yeşiyin kütləsini çıxma üsulu ilə biz ləğv etdik, axırda məhsulun konkret hissəsini tapdıq bu şəkildə. Yenə eyni formada. İkisinin fərqi baxıram 15'də mənə nə verir? 7. Bəs kiloqramlarla 24'dən 10 çıxsam nə verir? 14 kiloqram. Və bu 15'də 7 bərabərdir 14 kiloqrama. İndi əgər mənim 15'də 7 14 kiloqramdırsa, onda bir payım nədir? 14'ü bölürəm 7'yə. Verir mənə 15'də 1'i 2 kiloqram formasında. Deməli, mənim 15 hissəmdən bir payım bərabərdir 2 kiloqrama. İndi qalxıram yenə misal üçün ilə aşağıdakından baxaq. 15'dən birim əgər ki mənim 2 kiloqramdırsa, onda 15'dən 3 payım nədir? 2'ni vururam 3'ə tapıram 6 kiloqram olduğunu. Amma mənə nə veribdi? 10 kiloqram olduğunu. Çünki niyə? Burada yeşiyin də kütləsi var. Ona görə 10 kiloqramdan indi 6 kiloqram məhsulumu çıxıram və tapıram yeşiyin kütləsinin 4 kiloqram olduğunu. Nə istəyir indi? Buna əsasən dolu yeşiyin kütləsinin nə qədər olduğunu.
Dolu yeşik deyirsə 15 payın elə bütöv lazımdır mənə. Yəni 15-də 1, əgər 2 kiloqramdırsa, bütöv 15-im nə qədərdir? 15-i vururam 2-yə, 30 kiloqram məhsulun, meyvənin olduğunu görürəm. Bəs yaxşı, yeşiyim nə qədər idi? Yeşiyi də bayaq tapdıq ki, 4 kiloqramdır. 30-la da 4-ü toplayıram yeşiklə məhsulu. Verir ümumilikdə mənə 34 kiloqram. Deməli, yeşiyim tam dolu olduqda 34 kiloqrama bərabər olmuş olur. Bu da D variantındadır.